Əvvəlki illərdə imtahanları bitirən tələbələr yay tətilinə gedərkən kirayə qaldıqları evləri boşaldırdılar. Bu da qiymətlərin enməsinə səbəb olurdu. Amma indi mənzil tapmaq çətinləşdiyi üçün çoxu evi saxlayır ki, bu da bazara birbaşa təsir edir. Yəni enmə müşahidə edilmir. Əksinə qiymət artımı ilə nəticələnir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə mənzillərin bahalaşması son illərdə daha çox müşahidə edilir. Ekspert buna səbəb olan amillərdən biri kimi paytaxt ərazisində istismar müddətini başa vurmuş binaların sökülməsini göstərir. Son illər, xüsusən paytaxt Bakı ərazisində baş verən söküntü səbəbindən artıq köhnə çox mənzilli yaşayış binaları, mərkəz ərazilərində olan fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin sökülməsi tələbələr üçün ucuz əlçatan qiyməti olan mənzillərin kirayə bazarından çıxmasına səbəb oldu. Və bu səbəbdən tələbələrin böyük əksəriyyəti artıq yay aylarında öz bölgələrə, öz evlərini geri dönsələr də, lakin onlar məcburən bir neçə ay kirayə pulunu ödəyərək həmin evi yeni dərs ilinin başlanacağı müddətə qədər saxlayırlar ki, bu da onların büdcələrinə, ailələrinə əlavə maddi zərər vurmuş olur. Ekspert deyir ki, digər tərəfdən bəzi ev sahibləri tələbələrin bu məcburiyyətindən istifadə edərək kirayə haqlarını daha da artırır. Bu artım ən çox da ali məktəb və metro stansiyası yaxınlığında olan mənzillərdə müşahidə edilir. Ötən illərdə təqribi bir otaqlı kirayəlik mənzilin, xüsusən də köhnə binalarda qiyməti ortalama 300 manat civarındaydısa, hal-hazırda bu rəqəm 400-500 manat arası dəyişir və otaq sayı artdıqsa təqribi 100-150 manatda qiymətlərdə artımlar müşahidə olunur. Yeni tikili binalarda isə bir otaqlı mənzillərin kirayə qiyməti təqribi 500 manatdan başlayır. Əlavə olaraq yeni tikili binalarda kirayə qiymətlərinin 10% qədər kommunal xərcləri üzərinə gəlir ki, bu da əlavə qiymət artımına gətirib çıxarır. Digər tərəfdən isə kirayə mənzil bazarında qiymət artımına əsas səbəblərdən biri də mənzillərin satış qiymətlərinin artmasıdır. Kirayə mənzillərin aylıq kirayə qiymətləri o mənzillərin bazar dəyərinin 0,5% təşkil edir. Yəni 100 min manat dəyəri olan bir əmlakın ortalama 500 manat kirayə qiyməti olur. Elnur Fərzəliyev deyir ki, avqustun sonunda və sentyabrda kirayə mənzil bazarında 10-15%-ə qədər bahalaşma gözlənilir. Ramal Abdullayev, Üzeyir Ağayev, Şəbnəm Qurbansoy, Xəzər xəbər.